Günümüzdə müasir qulaqcıqlardan istifadə edən hədsiz çox insan var və bu qulaqcıqlar Bluetooth vasitəsilə çalışdığına görə radiofrekansla çalışırlar. Düzdür, bu radiofrekans mobil telefonlarda olduğu qədər yüksək deyil. Lakin saatlarla qulağında telefonla danışan insanlar azdır, amma qulaqcıqlardan saatlarla istifadə edən çox insan var. Biz bunun ziyanları haqqında düşünmürük istifadə etdiyimiz zaman. Yaxşı, nə kimi zərərləri var? İlk növbədə uzun müddət qulaqcıqlardan istifadə etmək eşitmə sinirimizin zədələnməsinə gətirib çıxardar və bu da eşitməyimizin zəifləməsinə, hətta itirməyimizə belə səbəb ola bilər. Eşitməyimizə təsir etmədiyi hallarda belə qulaqda küy, cıngıltı kimi özün büruzə verə bilər. Eyni zamanda da vertigosu olan insanlarda daha çox baş gicəllənməyə, ürək bulanmaya səbəb ola bilər, baş ağrısına səbəb ola bilər. Yaxşı, bunun qarşısını almaq üçün nə etməliyik? İlk növbədə ehtiyac olmadığı halda qulaqcıqlardan istifadə etməməyə özen göstərməliyik. İstifadə ediriksə, gün ərzində 1 saat yarımdan çox istifadə etməməliyik və səs yüksəkliyi 60%-in üzərində olmamalıdır. Əgər bunlara riayət etsək, az da olsa bu problemlərin qarşısını almış olacağıq.